1944-cü il Saipan adası. Amerikan qoşunları sahilə çıxır. Yapon komandalarına Tokyodan əmr gəlir. Geri çəkilmək yoxdur. Əsir düşmək yoxdur. Ölün, amma düşmənə yol verməyin. Həmin günün axşamı minlərlə Yapon əskəri ölümə yürüyür. Onların hamısı bunu seçim kimi görürdü. Onların hamısı düşünürdü ki, bu ən doğru, ən şərəfli yoldur. Sual belədir. Onları buna sürükləyən nə idi? Cəhalət, qorxu, yoxsa insanlığın içinə hopmuş, min illər boyu formalaşmış bir şey? Bugün sizinlə ən ağır mövzulardan birini danışacağıq. Qurbanlıq. Niyə bir insan tanımadığı adamlar görmədiyi bir gələcək üçün canından keçir? Bu sadəcə manipulyasiya deyil. Cavab daha dərin, daha qaranlıq və daha maraqlıdır. Gəlin 70.000 il geriyə qaydaq. Paleolit dövrü. Sizdən cəmi 2 metr aralıda bir aslan oturub. Tək başınıza şansınız sıfırdır. Amma yanınızda 10 nəfər varsa şans dəyişir. İnsan bioloji olaraq kövrək bir növdür. Bizim pəncəmiz yoxdur. Dişimiz güclü deyil. Qaça bilmədiyimiz yırtıcılar var. Amma bir silahımız vardır. Biz ola bildik. Antropoloqlar hesablayır ki, İnsan beyni 150 nəfərlik qrupların sosial şəbəkəsini idarə edə bilir. Yəni biz biologiyamız sayəsində qrupa bağlanmaq üçün proqramlaşdırılmışıq. Amma bu proqramın qaranlıq bir tərəfi var. Qrupdan qovulmaq. Qədim insan üçün ölüm demək idi. Bugün də o instinkt bizim içimizdə yaşayır. Sadəcə fərqli formalar alır. Bir mitinqdə minlərlə insanla eyni şüarı deyəndə beyninizdəki oksitosin sevgi hormonu fışqırır. Dopamin sıçrayır. Siz artıq özünüzü yeganə hiss etmirsiniz. 480-ci il eramızdan əvvəl Fermopil 300 Spartalı 100 minlik Fars ordusuna qarşı. Onlar bilirdilər ki, öləcəklər, amma qayıtmadılar. Çünki Sparta üçün qrupdan qopmaq ölümdən də ağır idi. Onları öldürən ox deyildi. Öldürən o kimlik idi ki, mən Spartalıyam deməyi hər şeydən üstün tuturdular. 1989-cu il Berlin divarı yıxılır. Qərb deyir, qazandıq, artıq tarix bitdi. Bundan sonra hamı azad olacaq, hamı firavan yaşayacaq. Filosof Fukuyama bunu tarixin sonu adlandırdı. Amma bir şeyi unutdular. İnsan maşın deyil, onu yedirtmək, geyindirmək, əyləndirmək kifayət etmir. İnsan ruhuna məna lazımdır, məqsəd lazımdır. Ölümdən böyük bir şey lazımdır. Psixoloq Viktor Frankl bunu kəşf etdi. O müşahidə etdi ki, konsentrasiya düşərgəsindən sağ çıxanlar ən güclülər yox, içlərindəki niyəni itirməyənlər idi. Yaşamağa bir səbəbi olanlar yaşadı. İndi 2026-cı ilə gəlin. Əlinizdə smartfon var. Hər şeyi sifarişlə evə gətirə bilərsiniz. Dünyada ən əyləncəli dövrdə yaşayırsınız. Amma bir nəfərdən soruşun, həyatının mənası nədir? Görün necə susacaq. Sosioloqlar buna məna böhranı deyir və bu böhran boş bir taxt yaradır. Radikal ideologiyalar həmin taxta oturur. Bir gənc düşünün, orta ailə, orta bir iş, orta bir həyat. Birdən bir ideologiya ona deyir, sən seçilmişsən, sənin düşmənin var. Amma sən onlardan güclüsən, bizə qoşul, tarixi biz yazacağıq. Bu söz boş ruha zəhər kimi işləyir. 1930-cu illər Almaniyası, hiperinflyasiya, işsizlik, milli alçaqlıq hissi. Hitler bu boşluğu gördü. Almaniyaya dedi, siz böyüksünüz, sizi kiçiltdilər. Amma mən sizi yenidən böyük edəcəyəm. Milyonlar bu boşluğu doldurmaq üçün ona can verdi. Normal hallarda insanın şəxsi kimliyi və sosial kimliyi ayrılır. Siz həm mənsiniz, həm də bir qrupun üzvüsünüz. Bu iki dairə bir-birini tamamlayır, amma üst-üstə düşmür. Amma bəzi insanlarda, xüsusilə hansısa ideologiyaya dərin bağlanan insanlarda bu iki dairə tamamilə birləşir. Artıq mən yoxdur, yalnız biz var. Bu an nə baş verir? İdeologiyaya edilən tənqid, o insanın şəxsinə edilən təhqir kimi hiss olunur. Qrupun düşməni onun şəxsi düşməni olur. Qrupun sağ qalması onun öz sağ qalmasından mühüm görünür. Bu ideoloji bir trans vəziyyətidir. İnsan öz bədənini qrupun bir hüceyrəsi kimi qəbul edir. Hüceyrə bütövün yaşaması üçün önəmlidir. Kamikadze pilotları, 2-ci Dünya müharibəsi, 1944-45-ci illər. Bu gənclər əmr aldıqda ağlamırdılar. Çoxu sakit idi. Çünki onlar üçün mən ölürəm fikri yox idi. Onlar düşünürdülər, Yaponiya yaşayır. Onların məni artıq mövcud deyil.
Biz öləcəyimizi bilən yeganə canlıyıq. Bu bilik insanı sıxır, onu narahat edir. Psixoloqlar bunu ölüm terroru adlandırır. İdeologiyalar buna bir cavab verir. Sən ölsən də ideal yaşayır. Adın yaşayacaq, uğrunda döyüşdüyün dəyər yaşayacaq. Bu insanın ölümdən qaçmaq üçün tapdığı ən qədim hilədir. Fironlar əbədi yaşamaq üçün piramidalar tikdirdi. Qəhrəmanlar adlarının nağıllarda yaşaması üçün döyüşdü. Kommunistlər tarixdə iz qoymaq üçün hər şeyini fəda etdi. Forma dəyişir, məzmun dəyişmir. İnsan ölümü qəbul edə bilmir. Qəbul etmək üçün ona daha böyük davam lazımdır. 1916-cı il İrlandiya Pasxa üsyanı liderləri bilirdi ki, üsyan uğursuz olacaq. Patrick Pearse açıq dedi: "Biz bu döyüşü hərbi olaraq udacağıq, amma qanımız İrlandiyanı oyandıracaq." Həqiqətən də belə oldu. Onları gördüyümüzdə qurbanlıq siyasi hesablamaya çevrildi. Ölüm bir silaha dönüşdü. Bu nöqtədə bir sual yaranır. Əgər bir adam öz ölümünü ideologiyası uğrunda istəyirsə, bu onun azad seçimidir, yoxsa bir sistemin onu bu nöqtəyə gətirməsinin nəticəsidir? Gəlin acı bir həqiqəti danışaq. Qurbanlıq heç vaxt ani bir seçim olmayıb. O, illərlə davam edən bir prosesin son nöqtəsidir. Amma burada ədalətli olmaq lazımdır. Hər qurbanlıq manipulyasiyanın nəticəsi deyil. Yanan evdən körpəsini xilas etmək üçün içəriyə girən ana. O da bioloji instinktdir. Amma orada manipulyasiya yoxdur. Orada sevgi var. Fərq nədir? Fərq budur. Manipulyasiya sizi özünüz üçün deyil, başqaları üçün fəda edir. Sevgi isə öz seçiminizdir. Heç kim sizi o evə zorla salmayıb. Dünya hər zaman ideyalar meydanı olub. Spartalılar Yunanistanı qurtardı. İrlandiyalılar azadlıq qazandı. Bu qurbanlıqlar boşa getmədi. Amma eyni mexanizm, eyni psixoloji proseslər başqa bir zamanda, başqa bir lider əlində milyonları məhv etdi. Fərq liderlərdə deyildi. Fərq bizdə, izləyicilərdə idi. O izləyicilərin içindəki boşluqda, o qrupdan qovulmaq qorxusunda, o məna axtarışında. Bu videonu bitirərkən sizi bir şey düşünməyə dəvət edirəm. Həyatınızda hansı ideya sizə ölümdən böyük görünür? Onu özünüz seçdiniz, yoxsa o sizi seçdi?